Salam əziz tamaşaçılar. Suyun səsindən bilmirəm eşidiləsidir yoxsa yox. Mən sizə biraz çay dərəsini nümayiş elətdirmək istəyirəm. Ayağımda adi ayaqqabıdır. Əlimdə də bulaqdan götürdüyüm su. Heç nə danışmayacağım. Sadəcə olaraq nümayiş etdirəcəyəm. Çayın içində məişət tullantıları da var. Mənbəyi bilmirəm hardadır. Nanəcib insanlardır. Hər yeri murdarlaya gedirlər. Allaha təvəkkül. Hər dəfə güclü yağış yağandan sonra burada çay yatağı fərqli şəkillər alır. Hal-hazırda biraz az su var və mən bir sahildən digərinə keçə bilirəm. Ötən günlərdə gəlmişdim, mümkün deyildi. Həm su çox idi, buradan o qırağa qədər su gedirdi. İndi su azalıb. Ümidvaram ki, telefonu çaya salmayacağım. Ona görə danışmıram ki, sözüm yoxdur. Sadəcə olaraq ayağımın altına fikir verməliyəm, hara addımlayıram. Həm də ilan da ola bilər. Bu gördüğünüz yer yavaş yavaş su altını yuyur. Dağ suxurlarıdır, ağırlığına dözə bilməyib, yavaş yavaş uçasıdır. Belə yerlərdə ehtiyatlı olun. Getdik. Ümidvaram ki, ekran görüntüsü çox sirkələnmir. Başa düşürsünüz ki, asfalt deyil. Ona görə də üzürlü hesab edin. Köhnə əl üz yuyan. Allah bilir hardan gətirib su.
Bulaqdan soyuq su içmişəm. Xəstə deyiləm, sadəcə olaraq onun öskürəyidir. Çox sərindir. Allah sizə də nəsib eləsin. Eroziyan ən çox, ən yaxşı nümayiş etdirən buradır. Torpağın üst qatları demək olar ki, mənim başımın üstündədir. Aşağı doğru yüyə-yüyə gedib aşağılarda. Dövri olaraq burada uçqunlar baş verir. Bu boyda torpaq yəni uça bilər. Qətiyyən belə yerlərə gəlməyin, kənarlaşın. Mən sizə nümayiş elətdirmək üçün yaxınlaşmışam. Canınızdan bezməyin və buralarda, belə yerlərdə ehtiyatlı olun. Hər hansısa bir tur rəhbəri, hər hansısa bir qid sizi gəzdirəndə belə yerlərə diqqət yetirin. Başqalarını da xəbərdar edin, təhlükəli yerlərə özlərini atmasınlar. Ayaqlarımız biraz su oldu, fikir yoxdur. Yay vaxtıdır, qış deyil, heç bir ziyanı yoxdur. Çay həm o sahili yuyur, həm bu sahili yuyur. Hər iki tərəfdən dərəni genişləndirir. Burada da görürsünüz, özünə məxsus yerlərdir. Su hündürdə olanda, məcrasını dəyişəndə yüyə-yüyə gedib. Bu iri qaya parçalarını çay günsulu olanda yuxarılardan gətirib. Çay yatağında belə daşlar yoxdur. Bunların hamısı yuxarıdan gələn daşlardır. Məncə. Göstərmək istədiklərim bu qədər. Sağ olun, sağlıqla qalın.